Salam, hər birinizi xoş gördük. 1 mart tarixində dəyər nəşrlərinin keçirmiş olduğu sınaq imtahanından 5-ci siniflərin ingilis dili suallarına baxaq. Listening suallarının doğru cavablarını şərh bölməsinə bugün qeyd edəcəm, oradan baxa bilərsiniz. 56-cı sualda doğru cavab olacaqdır A variantı. Bu mətin ümumiyyətlə sirk karavanında işləyən insanın həyatından və işindən gedirdi. Mətnə baxmısınızsa, yəqin ki, görmüsünüz. Məsələn, digərlərində deyir ki, B-də adi bir məktəbə gedən uşağın gündəlik rejimi o deyil. C-də məşhur müğənnidən söhbət gedir deyir, müğənnidən getmir söhbət. D-də isə böyük ailə üçün bir karavanı necə düzəltmək lazımdır. Yəni, bunlar heç biri düz gəlməz. Gedək növbəti suallara. 57-ci sualda doğru variant B variantı. Mətnə təkrar qayıtmıram, amma burada yerini göstərim sizə. Yeniyetmələr deməli kimlərlə öz bacarığını inkişaf etdirir. Orada demişdi ki, həm valideynləri, həm də onlayn müəllimlə deyirdi. Ona görə doğru cavab olur B variantı. 58-də doğru cavab olacaqdır D variantı. Deyir ki, bu sirk işçiləri üçün vacibdir. Nə? Dərs keçmək, yəni dərs götürmək və hətta hərəkət edərkən, gəzərkən belə öyrənmək mətndə vardı. 59-cu sualda doğru cavab olacaqdır A variantı. 1 və 3 bizdən düzgünü soruşur. 2-də deyir ki, bu iştirakçılar düşünür ki, praktikanı uzun müddət etmək yorucudur. Amma əksinə maraqlıdır deyir, yorucu deyil deyir mətndə. Diqqətlə baxsanız görərsiniz. Deməli 4-də isə onlar deməli tamaşaçılar bu şounun səhər gəlməsini gözləyir. Amma sirk şousu axşam başlayır mətnə əsasən. Cavabı ona görə 1 və 3. 60-cı sualda maraqlı olmayan və həyəcan verici olmayan deyir, not verir. Mətndə belə bir söz vardır. Boring, can sıxıcı anlamında. 61-ci sualda deməli bizdən sinonim istəyir. Deməli, morning səhər, evening axşam sinonim deyil. Start başlamaq, stop dayanmaq sinonim deyil. Karavan elə karavan deməkdir, yəni onların gəzdiyi, belə deyək, kiçik vaqon. Train isə məşq etdirmək deməkdir və ya qatar mənası da var. Road, yol, way, yol. Cavab C variantı. 62-də bizdən deməli düzgün antonim istəyir. Similar, eyni deməkdir. Different, müxtəlif. Doğru antonim B variantı. Scary, qorxulu, possible, mümkün, cruel, qəddar. 63-cü sualda deməli mən bu kinonu izləməyə etiraz etmirəm. C. You choose, sən seç deyir. Bir saniyə, I don't mind which movie was. Yəni hansı kinonu izləyəcəyimizə etiraz etmirəm. Sən seç deyir. Live, yaşamaq düz gəlmir. Rest, istirahət etmək. Travel, səyahət. 64-cü tipli suallarda definition, yəni birləşdirmək istəyir. Survey, anket, temple, məbəd, author, müəllif. Misal üçün, temple məbəddir. B-yə baxın, a building used for the worship, ibadət üçün, yəni Allahlardan söhbət gedir, tanrılardan daha doğrusu, bir bina. Bu məbəddir. Məsələn, 2-yə bura B yazdıq. Author müəllif deməkdir, yəni kitabı falan yazan. A-ya baxırıq, writer of a book, kitabı yazan. Deməli, 3-də A oldu. 2B, 3A olan cavab B variantı. 65-də we travel around Europe and home is, ev elə bir yerdir ki, qəlbin hardadır, belə bir şeydir. Cavab V olacaq. 66-cı sualda deməli doğru cavab olacaqdır C variantı. Son cümləyə baxırıq. Many children play on the swings. Çox uşaqlar yerləncəkdə oynayır. Baxın, elə eynisini burada verdi. 67-də doğru cavab olacaqdır A variantı. Tom səhər yemək üçün yumurta yeyir. Baxaq, Tom səhər yeməyini 8-də yeyir. He has eggs. Yumurta yeyir deyir. 68-də doğru cavab olacaqdır B variantı. Z-dən sualda do istifadə olunur və burada fail var deyə do olar. Əgər he olsaydı, o zaman does olardı. 69-da do we play sports, biz idman deməli edirikmi, oynayırıqmı? No we, no deyirsə don't-dan qayıdar. Sualımız do olduğu üçün biz də
do istifadə edirik və no başlayır deyə biz bura do not qoyuruq, yəni D-ni. 70-də what time do you get up? Sən hansı vaxtda qalxırsan? What time nə zaman anlamında? Time'ı gördüksə ümumiyyətlə orada what'u qoyuruq. Cavab C. 71-də dialoqdur. Deməli, cavab deyir evdə. Deməli, mən sual verirəm ki, yeməyi harda yeyirsən? Cavab deyir evdə. Harda sözü də B variantı. 72-də xüsusi sual verirəkən cümləyə do-daz qabağa gəlməlidir. A-da where do gəlməli idi, getdi. B-də where qabaqda gəlməli idi, getdi. C-də eyni qayda where qabaqda gələrdi. D doğru cavabdır. 73. Cavab qayıdır ki, dialoqda mən imtahanlarıma hazırlaşıram. Deməli, sual belədir. Sən nə edirsən həftə sonu, daha doğrusu həftə isə axşamlar nə edirsən deyirəm deyə what olacaq. 74-də do you take a shower? Duş qəbul edirsən? Cavablar no-dandır. No-dursa no, I don't olar. Çünki sualımızda do istifadə etmişik ona görə. 75-ci sualda da quruluş baxımından olur A variantı. Belə, əziz şagirdlər, ümid edirəm ki, faydalı oldu. Hər birinizə bol-bol uğurlar olsun.